People give gifts to show love, say thank you or celebrate special days. İnsanlar sevgilərini göstərmək, təşəkkür etmək və ya xüsusi günləri qeyd etmək üçün hədiyyə verirlər. Gifts can be many things like books, clothes or souvenirs from different places. Hədiyyələr müxtəlif ola bilər, məsələn kitablar, geyimlər və ya fərqli yerlərdən gətirilən suvenirlər. Some people like to get gifts that match their hobbies, such as a football signed by a famous player or a book from a favorite author. Hədiyyələr müxtəlif ola bilər. Bəzi insanlar hobilərinə uyğun hədiyyələr almağı sevirlər. Məsələn, məşhur bir futbolçunun imzaladığı top və ya sevimli müəllifin kitabı. The price of a gift is not the most important thing. Hədiyyənin qiyməti ən vacib şey deyil. A good gift shows care and thought. Yaxşı bir hədiyyə qayğı və düşüncənin göstəricisidir. In many countries, people give gifts on birthdays, holidays or special events. Bir çox ölkədə insanlar ad günlərində, bayramlarda və ya xüsusi tədbirlərdə hədiyyə verirlər. Some people open gifts right away, while others wait for the right time. Bəzi insanlar hədiyyəni dərhal açır, digərləri isə uyğun zamanı gözləyir. Giving and receiving gifts makes people happy. Hədiyyə vermək və almaq insanları xoşbəxt edir. It's a way to show kindness and make good memories. Bu mehribanlıq göstərməyə və gözəl xatirələr yaratmağın bir yoludur. No matter the country, gifts are an important part of life. Ölkədən asılı olmayaraq hədiyyələr həyatın vacib bir hissəsidir. The passage is mainly about, mətn əsasən nə haqqındadır? Why people collect expensive gifts? Nə üçün insanlar bahalı hədiyyələr toplayır? The best gifts to buy for others. Başqaları üçün alınacaq ən yaxşı hədiyyələr. How people celebrate birthdays. İnsanlar ad günlərini necə qeyd edir? Different gift giving traditions. Müxtəlif hədiyyə vermə ənənələri. Doğru cavab D variantı. Which statements are true according to passage? Mətnə uyğun olaraq düzgün fikirləri seçin. Gifts can be books, clothes or souvenirs. Hədiyyələr kitablar, geyimlər və ya suvenirlər ola bilər. Doğrudur. The cost of a gift is more important than the thought. Hədiyyənin dəyəri onun mənasından daha vacibdir. Xeyr. People give gifts for special occasions. İnsanlar xüsusi günlər üçün hədiyyə verirlər. Doğrudur. All countries have the same gift giving customs. Bütün ölkələrdə hədiyyə vermə ənənələri eynidir. Doğru cavab 1-3 A variantıdır. Complete the sentence according to passage. Mətnə uyğun olaraq cümləni tamamlayın. A good gift is special because yaxşı bir hədiyyə özəldir. Çünki it shows care and meaning. Qayğı və mənanı göstərir. It is always expensive. Həmişə bahalıdır. It must be big and colorful. Mütləq böyük və rəngarəng olmalıdır. It's the same in every country. Hər ölkədə eyni olur. Doğru cavab A variantı. Choose the correct answer to the question. Suala doğru cavab seçmək tələb olunur. What do people enjoy about gift giving? İnsanlar hədiyyə verməkdə nəyi sevirlər? Keeping all gifts for themselves. Bütün hədiyyələri özlərində saxlamağı. Buying gifts only on holidays. Hədiyyələri yalnız bayram günlərində almağı. Choosing a thoughtful present for someone. Başqası üçün düşünülmüş bir hədiyyə seçməyi. Giving the same gift to everyone. Hər kəsə eyni hədiyyə verməyi. Doğru cavab C variantı. Write one adjective from the passage which characterizes the word day. Mətnə əsasən day sözünü, yəni gün sözünü xarakterizən sifəti yazmaq lazımdır. Day sözünü xarakterizə edən söz special doğru sözümüzdür. People follow different rules in everyday life. İnsanlar gündəlik həyatda müxtəlif qaydalara əməl edirlər. These rules are not written down, but they help people understand how to behave in a group. Bu qaydalar yazılmayıb, lakin insanların bir qrupda necə davranmalı olduğunu başa düşməsinə kömək edir. For example, friends, students and workers all have their own ways of acting. Məsələn, dostların, tələbələrin
və işçilərin özünə məxsus davranış qaydaları var. These rules help people get along with each other. Bu qaydalar insanlara bir-biri ilə yaxşı münasibət qurmağa kömək edir. Sometimes people make mistakes because they don't know the rules. Bəzən insanlar qaydaları bilmədikləri üçün səhv edirlər. This is called a faux pas, which means a wrong step. Buna faux pas, yəni səhv addım deyilir. Some people don't know the rules because they have never been in that situation before. Bəzi insanlar qaydaları bilmirlər, çünki daha əvvəl həmin vəziyyətdə olmayıblar. Others learn the wrong way from their friends. Bəzi digərləri isə dostlarından səhv öyrənirlər, səhv məlumat əldə edirlər. Sometimes people know the rule but still choose not to follow it. Bəzən insanlar qaydaları bilsələr də ona əməl etməməyi seçirlər. It's important to learn social rules so we do not upset others. Başqalarını narahat etməmək üçün sosial qaydaları öyrənmək vacibdir. If we follow these rules, we can make good friends and have better relationships with people around us. Əgər biz bu qaydalara əməl etsək, yaxşı dostlar qazanar və ətrafımızdakı insanlarla daha yaxşı münasibətlər qura bilərik. The passage is mainly about, mətn əsasən nə haqqındadır? How people learn different languages. İnsanlar müxtəlif dilləri necə öyrənir? Why school rules are important. Məktəb qaydaları nə üçün vacibdir? Ways to make new friends. Yeni dostlar qazanmağın yolları. Why people follow social rules. Nə üçün insanlar sosial qaydalara əməl edirlər? Doğru cavab D variantı. Choose the correct answer to the question. Suala doğru cavab tələb olunur. Why do people sometimes make social mistakes? İnsanlar niyə bəzən sosial səhvlər edirlər? They always want to be rude. Həmişə kobud olmaq istəyirlər. They like breaking rules on purpose. Onlar qaydaları qəsdən pozmağı xoşlayırlar. They never talk to others. Onlar heç başqaları ilə danışmırlar. They do not understand the rules. Onlar qaydaları başa düşmürlər. Doğru cavab D variantıdır. Complete the sentence according to the passage. Mətnə uyğun olaraq cümləni tamamlayın. People follow social rules because insanlar sosial qaydalara əməl edirlər çünki they are written in books. Onlar kitabda yazılıb. They help people become rich. Onlar insanlara varlı olmağa kömək edir. They want to understand each other better. Onlar bir-birini daha yaxşı başa düşmək istəyirlər. They are only for students. Onlar yalnız tələbələr üçündür. Doğru cavab C variantı. Which statements are true according to passage? Mətnə uyğun olaraq düzgün fikirləri seçin. Social rules help people get along. Sosial qaydalar insanlara yaxşı münasibət qurmağa kömək edir. Doğrudur. Some people do not know certain rules. Bəzi insanlar bəzi qaydaları bilmirlər. Doğrudur. Making social mistakes is always done on purpose. Sosial səhvlər etmək həmişə qəsdən edilir. Xeyr. Breaking rules helps people make good friends. Qaydaları pozmaq insanlara yaxşı dost tapmağa kömək edir. Doğru cavab 1-2 B variantıdır. Which word from paragraph 3 best fits the following definition? To make someone worried, unhappy or angry. 3-cü paragrafda abzasda birini narahat etmək, kədərləndirmə və əsəbləşdirmə mənasını verən sözü yazmamız tələb olunur. Upset doğru cavabımızdır. Choose the correct definition of the underlined word. Altına xətt çəkilmiş sözün düzgün tərifini seçin. I never skip breakfast because it gives me energy for the day. Heç vaxt səhər yeməyini buraxmıram. Çünki bu mənə həmin gün üçün enerji verir. Skip yəni buraxmaq. To eat more than usual. Adət etdiyindən daha çox yemək. To do something earlier than usual. Adət etdiyindən daha erkən nəsə etmək. To continue doing something regularly. Nəyisə müntəzəm etməyə davam etmək. To not do something that you usually do. Adətən etdiyi bir şeyi etməmək. Doğru cavab D variantı.
Choose the correct definition of the underlined word. Altına xət çəkilmiş sözün düzgün tərifini yazın. You shouldn't delay your homework. It's better to finish it early. Ev tapşırığını gecikdirməməlisən. Onu erkən bitirmək daha yaxşıdır. Delay gecikdirməkdir. To make something happen at an earlier time. Bir şey daha erkən etmək. To cancel something permanently. Bir şeyi tamamilə ləğv etmək. To make something happen at a later time. Bir şeyi daha gec etmək. Bəli. To complete something quickly. Bir şeyi tez bir zamanda tamamlamaq. Doğru cavab C variantıdır. Choose the correct meaning of the underlined part. Altına xət çəkilmiş hissənin düzgün mənasını tapın. You always make excuses for being late to class. Sən həmişə dərsə gecikdiyin üçün bəhanələr uydurursan. Yəni make excuses bəhanələr uydurmaqdır. To complete something on time. Bir şeyi vaxtında yerinə yetirmək. Xeyr. To give false reasons why you can't do something. Nəyisə etmək üçün yalan səbəblər göstərmək. Bəli. To work harder on a task. Bir işdə daha çox səy göstərmək. Xeyr. To say sorry for not doing something. Nəyisə etmədiyinə görə üzr istəmək. Xeyr. Doğru cavab B variantıdır. Choose the correct meaning of the underlined part. Altından xət çəkilmiş sözün doğru mənasını seçin. She has a loss of appetite because she is sick. Xəstə olduğu üçün o iştahasını itirib. Bu da itirmə, loss sözünün doğru mənasını tapmalıyıq. The fact that you have more of something. Bir şeyin daha çox olması faktı. Xeyr. The fact that you no longer have something. Bir şeyin çatışmazlığı faktı. Bəli. The process of getting stronger. Güclənmə, daha da güclənmə prosesi. The act of improving something. Bir şeyi yaxşılaşdırma hərəkəti. Doğru cavab B variantı. Write the missing word. Write one word only. Verilən cümlədə buraxılmış sözü yazmaq tələb olunur. Please your voice in the library. Zəhmət olmasa kitabxanada səsinizi, yəni azaldın, alçaldın, belə olmalıdır. İlk ağla gələn feillərdən lower, reduce, control və moderate feilləri kontekstə uyğun şəkildə işlənə bilər. Choose the correct statement according to text. Mətnə uyğun olaraq düzgün fikri seçin. Do you want to stay fit and healthy? Formada sağlam qalmaq istəyirsiniz. Join our gym and enjoy a variety of exercise classes led by professional trainers. Bizim idman zalımıza qoşulun və peşəkar məşqçilər tərəfindən idarə olunan müxtəlif idman dərslərindən həzz alın. We have modern equipment, flexible schedules and affordable membership plans. Bizim müasir avadanlıqlarımız, çevik cədvəllərimiz və sərfəli üzvlük planlarımız var. Sign up now and start your fitness journey today. İndi qeydiyyatdan keçin və fitness həyatınıza başlayın. The gym provides professional trainers and modern equipment. İdman zalı peşəkar məşqçilər və müasir avadanlıqlar təqdim edir. Doğrudur. The gym offers only online workout programs. İdman zalı yalnız online məşq proqramları təklif edir. Xeyr. The gym allows only professional athletes to join. İdman zalına yalnız peşəkar idmançılar qoşula bilər. Xeyr. The gym has no membership plans. İdman zalında üzvlük planları yoxdur. Doğru cavab A variantıdır. Choose the correct statement according to text. Mətnə uyğun olaraq düzgün fikri seçin. Are you passionate about photography? Fotoqrafiya həvəsiniz var. Take part in our weekend photography course and learn from experienced photographers. Həftə sonu fotoqrafiya kursumuza qoşulun və təcrübəli fotoqraflardan öyrənin. We provide cameras and other necessary equipment for practice. Məşq üçün kameralar və digər vacib avadanlıqlar isə təqdim edirik. Explore different photography styles and techniques to capture the perfect shot. Müxtəlif fotoqrafiya üslublarını və texnikalarını araşdırın və mükəmməl kadr çəkməyi öyrənin.
Participants must bring their own cameras to the course. İştirakçılar kursa öz kameralarını gətirməlidirlər. Xeyr. The photography course takes place only on weekdays. Fotografiya kursu yalnız həftə içi keçirilir. Xeyr. Only professional photographers can join the course. Kursa yalnız peşəkar fotoğraflar qatıla bilər. Xeyr. The course provides cameras and teaches different photography techniques. Kurs kameralar təqdim edir və eyni zamanda müxtəlif fotoqrafiya texnikalarını öyrədir. Doğru cavab B variantı. Choose the best option. Ən uyğun variantı seçin. The school trip starts in 5 minutes, so please get ready. Məktəb gəzintisi 5 dəqiqə ərzində başlayacaq, yəni başlanması gözlənilir, yəni is expected kimi. Ona görə də zəhmət olsun hazır olun. Is due to doğru cavab C variantı. Choose the best option. The bus arrived at 10 a.m. so don't be late. Avtobus səhər saat 10-da gələcəyi gözlənilir. Ona görə də gecikməyin. Burada zaman bildirən ifadə var və gözlənilir. Is expected yəni kimi. Is due to doğru cavab A variantı. Choose the best option. Ən uyğun variantı seçin. After 6 months of practice, she is able to play the violin very well. 6 aylıq məşqdən sonra o skripka çalmağı yaxşı bacarır. Bacarıq tələb edən ifadə burada. Is able to can to ilə işlənməz. Digərləri zaten mənav cəhətdən də uyğun deyil. Doğru cavab B variantı. Choose the correct sentence. Düzgün cümləni seçin. The teacher is able to start the lesson soon. Burada is able yəni bacarıq tələb olunmalı deyil. Burada olmalıdır. Is due to start the lesson soon. The new school rules are due to start next month. Bəli, due to zaman bildirən sözlərlə işlənə bilir. Yəni yeni məktəb qaydaları gələn ay qüvvəyə minəcək. The movie is able to begin in 5 minutes. Burada da bacarıq deyil. Is due to begin in 5 minutes. Yəni 5 dəqiqə ərzində film başlayacaq, gözlənilir yəni başlaması. He's about to speak 3 languages fluently. Burada o 3 dili səlis danışmaq üzrədir. Yəni hazırda sanki elə bir şey baş verəcək. Xeyr, bu is able to speak 3 languages olmalı. Doğru cavab B variantı. Make up a sentence. Cümlə qurmaq tələb olunur. Ehtimal ki, sual cümləsidir. When will she be able to drive? Ona vaxt maşın sürə biləcək. Doğru cavab A variantıdır. Choose the best option. Ən uyğun variantı seçin. We bring our passports to the hotel. They already have our details. Biz otelə pasportlarımızı gətirməyimizə ehtiyac yoxdur. Onlar artıq məlumatlarımızı bilirlər. Ehtiyac yoxdur. Yəni we needn't bring. Doğru cavab C variantı. Choose the best option. Ən yaxşı variantı, uyğun variantı seçin. Students use their mobile phones in the classroom. It's against the rules. Tələbələr sinifdə mobil telefon istifadə etməməlidirlər. Bu qaydalara ziddir. Yəni mustn't və ya can't istifadə edə bilməzlər mənasında. Doğru cavab D variantıdır. Choose the best option. Ən uyğun variantı seçin. The restaurant is open now. Restoran indi açıqdır. We go inside and order food. Biz içəri girib yemək sifariş edə bilərik. Yəni təsdiqdə olmalıdır. We can. Doğru cavab C variantı.